Siz elə bilməyin, sizin etdikləriniz, sizin dünyada qalmağınız bihudə yaradır. Sizi bihudə yaradılmışsınız və bihudə işlərlə məşğul olmalısınız. Bütün danışıqlarımız, rəftarımız, düşüncələrimiz, zehnimizdə olan təfəkkürümüzdən Allah bütün bu hallarda bizdən nə edir? Bizi müşahidə edir, bizə şahidlik edir. Və ayədə ki buyurur, Allah və onun Rəsulü və möminlər sizin əməllərinizə şahiddirlər. Biz Peyğəmbər, onun Rəsulü və möminləri mövzusunu saxlaya bilərik, amma bunu təkcə Allaha şamil etsək, buna etiqadımız var ki, yəqinimiz var ki, hər bir halımızda, hər bir rəftarımızda və etdiyimiz əməldə Allah bizə nədir? Nəzarətçidir. İstənilən millətindən, irqindən, məzhəbindən, əqidəsindən asılı olmayaraq, bizim etiqadımız bunadır ki, bütün insanlar bu Allah mövzusunda müttəfiqdirlər ki, Allah bizim əməllərimizə nə edir? Nəzarət edir. Demək ki, insan nə etməlidir? Bütün əməllərinə, davranışlarına, danışığına, düşüncə tərzinə, təfəkkürünə nəzarət etməlidir ki, məsuliyyətə cəlb olunmasın. Mən deyərdim, bütün zamanlarda ən qlobal mövzulardan biri insanların başına gələn bəla və müsibətlərin ən deyərdim çoxu onun dilinin ucbatından gəlir. Niyə? Çünki əza üzvlərindən ən çox deyirlər, rivayətlərdə var ki, bədən əza üzvlərindən ən çox cəza dil üzvünə veriləcək. Niyə dil üzvünə veriləcək? Çünki bunun da bir tərifi var, bunun da bir açıqlaması var. Misal olaraq, Allah dil üçün 2 sədd qərar verir. Bir, diş damaqlarıdır, bir maniyə olaraq dişin qarşısındadır. Onunla paralel şəkildə dodaqlar da bir maniyə hesab olunur. Dodaqlar bitişik olanda bir maniyə, damaq damağa toqquşanda 2 maniyə və dil 2 maniyənin arxasında qaldığı üçün deyir, bu qədər maniyələri var. Ən azından 2 maniyə var da, damaq və dodaqlar. Deyir, 2 maniyəyə rəğmən bəzən elə bir ifadə işlədir ki, ya bir qardaş bir qardaşla düşmənçilik eləyir, ya bir qonşu ilə düşmənçilik eləyir, ya bir el bir digər ellə düşmənçilik və yaxud bu miqyas yavaş-yavaş böyür, ya kənd-kəndlə, ya rayon-rayonla və s. və ilə. Nəyin ucbatından? Həmən o dilin istifadə etdiyi, ifadə etdiyi, nitqə gəlib söylədiyi bir kəlmənin müqabilində nə baş verir? Bu hadisələr baş verir. Demək nə biz nəticə aldıq? Demək danışığımız, rəftarımız, nitq söyləməyimiz bizim həyatımızda, həyat tərzimizdə həm özümüzə, həm qarşı tərəfə nə edir? Təsir qoyur. Niyə də bu rəftarla, bu danışıqla, əgər bu qarşı tərəfə və özümüzə təsir qoyursa, mənfi və müsbət cəhətdə, demək insan nə etməlidir? Danışığına da yerə diqqət etməlidir.